Hörmətli izləyicilərim, xoş gördük bizi. Sizə möhtəşəm bir dənə bağ evi göstərəcəyik inşallah ki. Yəni inanıram ki, bu video sizə bu çəkəcəyimiz neçə dəqiqə çəkəcəksə videonun görüntüsü, bax həmin müddəti sona qədər sizə izlədəcək. Deməli, hörmətli izləyicilər, evimiz yerləşir Kürdəxanı Zeytun Parka yaxın bir məsafədə. Şəxsi tikili və tam əşyalı. Evimiz modern üslubda tikili bir evdir. İstili sistemi tamamilə isti döşəmədən ibarətdir. Yəni Kermaqranitin hər biri, harda ki görürsüz, hamısı isti poldur. Tam əşyalıdır və evdə o qədər belə wow deyə biləcəyimiz bir hissələr var ki, məqamlar var ki, yəni çalışıram ki, onu mən sizə videonu uzatmamaq şərti ilə göstərəm. Deməli, birinci növbədə hörmətli izləyicilər, ev yerləşir Kürdəxanıda və 3 sot torpaq sahəsində şəxsi tikili, tam əşyalı, sənədimiz tam mülkiyyət çıxarış. Baxın bu gözəlliyə. Bunu açaq. Bax, bunun hörmətli izləyicilər, düşünün ki, 10.000 manat xərci var. Yəni ev sahibi buna digər hissəsinə və ofisi otaqlara 10.000 manat, yəni pul verib. Bu evimizin arxasında olan bağ hissəsidir və bu ağacı da göstərək 350 manata alınıb və evimiz 1 il bundan qabaq təmin olunmuş, yəni hazırlanmış evdir. Şəxsi tikilidir, nə əşya, elektronika görsənilirsə hər biri qalır. Ümumiyyətcə 3 otaqlıdır, yəni 2 yataq və zal studio. Tək qonaq otağı 50 kvadratdır. Görürsüz, maşallah olsun, bahalı listurlarıdır, pərdəsidir, həmçinin pəncərənin açılmağıdır, daha doğrusu qapısının. Yəni, nə elektronika varsa, nə əşya varsa, bir sözlə hər biri qalır və evimiz önünə qədər asfaltdır. Şəxsi tikili, həmçinin koridor hissəsi, yəni dəhliz hissəsi sensorlu işıqdır. Daxil olarkən işıq avtomatik işə düşür. Belə bir-iki dənə məqam var ki, onları sizə göstərəcəm. Bir dənə zəhmət olmasa yataq otağın birinə keçək. Bax, bu otaqdakı hörmətli izləyicilər, mebelin işi nədir? Deməli, bu gördüyünüz hal-hazırda şüşə, kamendir. Toka taxırsınız, kamenin videosu gəlir, belə deyim, çərçivəyə. Və yenə deyirəm, bu otağın əşyaları qalır. Yəni, evdən heç nə çıxarılmır. 3 sot, şəxsi, tikili, 110 kvadratlıq, tam təmirli deməyək, ideal təmirli həyət evdir, hörmətli izləyicilər. Və səhifədə 2 ev var ki, bilirsiniz ki, çox bəyənmişəm. Biri Məhəmməddə çəkdiyimiz, Zabrat Məhəmmədə olan çəkdiyimiz 195.000, bu isə Kürdəxanada çəkdiyimiz 160.000 manat. Və bunu digər səhifələrdə siz daha baha qiymətlə görə bilərsiniz ki, hal-hazırda 160.000 manatdan real və təcili satılan qiymətini çəkir. Yəni, görürsünüzsə ki, hər kəs çəkəndə biz videonu çəkmirik. Çünki görürük ki, bazara uyğundur, tənzimlənir. Özümüzə gəlib, danışıb, razılaşıb, çəkilişə başlayırıq. Bu isə belə bir çamaşırxanasıdır ki, həmçinin hamam sanuzelə keçəndə oradan göstərə bilərsin əslində qıraqdakı hamam sanuzelə keçdiniz, paltarları falan hər birinin orada gizli kafel var ki, oradan ötürə bilirsiniz bura. Yəni əlavə olaraq bir də təzədən bura keçim, çıxardım çölə, əziyyət çəkmirsiniz. Yəni belə deyim də, qış vaxtı soyuq görmürsünüz. Şəxsi tikili, modern üslublu damımız, dam örtüyümüz gizlidir və həmçinin monolit betondur. Bu qapını bayaqla da çanda biraz səhət açdım. Duş kabinə qədər hər biri hazır, görürsünüz ki, tam şəkildə aksesuarla zaddır, hər biri quraşdırılıb. Qiymət 160.000, real alıcıya yenə də ev sahibi tərəfindən real qiymət endirimi mütləq olunacaq, amma fantastik qiymət təbii ki, olmayacaq. Bu isə həyətimizin görüntüsü. Bir dənə gözəlliyinə baxın. Və bu ev 1 ilin evidir. Yəni fasadında ən azından çat olmalıdır, nə bilim, rəngi getməlidir. Görürsünüz, yəni keyfiyyət yüksək səviyyədədir deyənə. Heç nə də pozuntuluq, nə bilim, divarın buraxmağı falan filan belə kimi xırda problemlər yoxdur. Jalüz qapı, yəni pultla idarə olunur. 2-3 maşın rahat şəkildə bura daxil edə bilərsiniz, yəni parkovka kimi istifadə edə bilərsiniz. Evimizin də çöldən olan görüntüsü və bu evi əlinizdə götürür, apar buzovnanın ən pis yerinə, çünki biz də belə deyim, o ərazidə daha çox bağ evlər kimi məşhurdur. Evin qiyməti olacaq 300.000, 280.000. Yəni bunun, yenə deyirəm, yolun kənarını nəzərdə tutmuram. Sadəcə ad məsələsi var. İndi Kürdəxanada Zeytun Parka yaxın, qapısının önünə qədər asfaltdır, şəxsi tikili, 3 sotda, 3 otaq, 110 kvadratlıq həyət evi. Maşallah da olsun ki, həqiqətən evimizin həm həyət yanı sahəsi, həm də ki, daxili hissəsi gördüyünüz qədər çox-çox gözəldir. Evimiz yerdən 5 daş kürsüdədir.
və olmayacaq şərait yoxdur. İstəsəz də gələcəkdə bu hissəni hörmətli izləyicilər, basen kimi də istifadə edə bilərsiniz. Deməli bir daha qeyd edirəm, evimiz yerləşir Kürdaxanı, şəxsi tikili 3 sotda, 3 otaq, 110 kvadrat, pultla idarə olunan qapı, modern üslublu dam örtüyü və həmçinin tam əşyalı. Qiymətimiz isə 160 min manatla satışa çıxarılır ki, real alıcıya da ev sahibi tərəfindən real qiymət endirimi mütləq şəkildə olunacaq. Hə, hörmətli izləyicilər, və biz bunun keyfiyyətli deyirik. Yəni bunun bu hala gəlməyinə qədər bütün hər birinin görüntüləri var. Yəni istəsəz inşallah ki, gələrsiniz. Özdə Temboli bu gün sabah bağ evlərinin bilirsiniz ki, satışı daha sürətlənəcək. Yəni indidən alın ki, yayda əziyyət çəkməsiniz. Biləsiniz ki, birbaşa görürsünüz sensorlu işıq. Birbaşa rahat eviniz var. Gəldik, yaşadıq. Və həqiqətən ev sahibi təcili satır. Yəni şəxsən öz adıma deyə bilərəm ki, çox gözəl və möhtəşəm bir evdir. Bəyəndim. İnanıram ki, videonu izləyənlər siz də bəyəndiniz. Zəhmət olmasa fikir bildirməyi unutmayın. Mənfidirsə mənfi, müsbətsə müsbət rəylərinizi gözləyirəm. Xeyrisi ilə inşallah Allah həm alana, həm satına hər bir halda xeyrisini eləsin. Siz də evinizi, torpağınızı, mənzilinizi, bağ evinizi satmaq istəyirsinizsə, səhifədə qeyd olunan hər 3 nömrənin biri ilə əlaqə saxlayın. Əlaqə saxlayın ki, gəlib çəkib sizin evinizi təqdim edib satışında köməklik göstərək. Gününüz xoş keçsin, uğurlu olsun.